Allah Teala Quran-ı Kərimdə Bəqərə surəsi 164-cü ayədə buyurur ki: "İnne fi xalqis semawati vel ard ve ihtilafil leyli ven nahar vel fulki allati tecri fil bahri bima yenfa'un nasa ve ma enzelallahu mine's semai min ma'in fa ahya bihil arda ba'de mevtiha ve bassa fiha min kulli dabbatin ve tasrifir riyah ve sahabil musahhar beyne's semai vel ardi لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ." Allah Teala buyurur ki, şübhəsiz ki, yerlərin və göylərin yaradılışında, gecənin, gündüzün fərqli olmasında, dənizlərdə üzən Allahın izni ilə insanlara fayda verən dənizdə üzən gəmilərin olması, Allahın göydən o suyun nazil edib, onunla ölmüş torpağı diriltməsi və yerdə hər bir canlını yayan və küləkləri əsdirən, buludları Allah Teala ram eləyib, buludları ram eləyən, yəni yerin göyün arasında olan buludları ram eləyən Allahdır. Sonra deyir ki, bütün bunlarda nə var? لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ. Ağıllı adamlar üçün ibrətlər var.